Hörmətli izləyicilər, mən istəyərdim sizinlə daha bir sirri bölüşək və hər kəsi maraqlandıran bir məsələdir. Yadınızdadır, ayın 21-i. Bax burada deməli Hikmət Hacıyev bloger Tural Sadıqlıya yaxınlaşır, özü yaxınlaşır və belə bir saxta tamaşa qurublar, vətən xaini tamaşası. Amma bunun arxasında nə dayanır? O görüş 21 iyulda olub, 21-i. Amma Əlimdarın videosu ayın 20-si çəkilmişdi. 20-si saat 7-də. Axşam 7-də. Əlimdar Hikmət Hacıyevin ağzını ayın 20-si cırıb, 21-i də deməli bu vətən xaini tamaşası qurulub. Məsələ nə idi? Məsələ buydu ki, ayın 20-si, siz ayın 20-si Hikmət Hacıyevi tutdun. Bəli, Sualları verdin. bəli. Və bunlar qorxuya düşüblər. 20-si başa düşdülər ki, Əlimdar Hikmət Hacıyevi çəkib və ona görə də 21-inə tamaşa Hikmət Hacıyevə deyiblər ki, yaxınlaşasan Turala, orada bir vətən xaini söhbət eləyəsən ki, bizim videomuz yayılanda artıq onlar... Baxın, deməli bu Hikmət Hacıyev alçaq, özü tamaşa qurub, biz Tural Sadıqlıdan danışmırıq. Hikmət Hacıyev özü yaxınlaşır Tural Sadıqlıya və bu səhnələşdirilmiş bir şeydir. Çünki Hikmət Hacıyev bilirdi ki, bunun videosunu çəkiblər. Əlimdar 20-si çəkib. Dünən paylaşdığı video Hikmətlə. Ayın 20-si çəkilibmiş. Əlimdar, niyə 10 gün saxlamışdın o videonu? Niyə dərhal yaymadın? Təxmin eləyirdim ki, bunlar hansısa bir ssenarini oynayacaq. Aha. Və gözlədim, bunu paylaşsaq, həm effekti olmaz, həm bura aksiya ilə bir yerdə ki, qışqırmağımız, diktator gələndə, diktator O da- çıxan, bəli, üst-üstə düşməyəcək, o qədər də bunun effekti olmayacaq. Biraz zaman lazımdır ona ki, biraz gözləyək. Gözləyək. 21-i Hikmətlə Tural Sadıqlının məsələsi çıxır və sən yaymırsan bunu. Bəli, bəli, bəli. Sağ olsun Əlimdar 10 gün bunu paylaşmadı. Gözlədik ki, Hikmət Hacıyevin trolları kayf alıb o fısı yatsınlar və biz bu videonu paylaşdıq. Yeni deyirəm ki, Nardaranlı balası Emin Ağalarov Nardaranda heç kimdir. Nardaran belə mərd oğullarındır. Məsələ sadə imiş. Hikmət Hacıyev bilirdi və ya təxmin eləyirdi ki, Tural Sadıqlı ona cavab verə bilməyəcək və ona görə də belə deyək də bir gediş eləyib. Amma gedişin arxasında məhz Əlimdarın videosu dayanmışdı. Bax bu sirri də açdıq və siz bir daha əmin olasınız ki, Hikmət Hacıyev tülküdür.